Hamıya salam. Bugün sizinlə zaman uzlaşmasını öyrənəcəyik. Zaman uzlaşmasını öyrənməmişdən əvvəl mürəkkəb cümlə haqqında bilmək vacibdir. Mürəkkəb cümlə iki və daha artıq fikir bildirən cümlələrə deyilir və mürəkkəb cümlə iki dənə sadə cümlənin birləşməsindən əmələ gəlir. Quruluşu isə belədir. Bir dənə əsas cümlədən və bir dənə də budaq cümlədən ibarətdir. Əsas cümləyə həm də baş cümlə demək olar. I stayed at home because it was raining. Burada mürəkkəb cümlə verilibdir və bu mürəkkəb cümlə iki dənə sadə cümlənin birləşməsindən ibarətdir. I stayed at home bir dənə sadə cümləmizdir. It was raining isə ikinci sadə cümləmizdir. İngilis dilində mürəkkəb cümlənin üç dənə növü vardır. Bunlardan biri zaman budaq cümləsi, şərt budaq cümləsi, digəri isə tamamlıq budaq cümləsidir. Zaman budaq cümləsi adından da göründüyü kimi nə baş verir onu göstərir. When, while, after, before, as soon as kimi sözlərdən ibarət olur. Məsələn, I ate lunch after I finished my homework. Burada after olduğuna görə bilirəm ki, bu zaman budaq cümləsidir. Şərt budaq cümləsi isə ya if-lə düzəlir, ya da ki, unless-lə düzəlir. Tamamlıq budaq cümləsi isə that, if və when-in köməyi ilə düzəlir. Fikir verdinizsə when və if ortaqdır. Yəni when həm zaman budaq cümləsində işlənir, həm də ki tamamlıq budaq cümləsində. Eləcə də if həm şərt budaq cümləsində işlənir, həm də ki tamamlıq budaq cümləsində istifadə olunur. Sadəcə bunların fərqləri vardı, birazdan öyrənəcəyik. Deməli, mürəkkəb cümlənin tərəfləri bir-biri ilə uzlaşmalıdır. Məsələn, yuxarıdakı cümləyə fikir versək, I stayed at home because it was raining. Burada iki dənə cümlə var, iki dənə sadə cümlə var və bu iki sadə cümlə bir-biri ilə uzlaşmalıdır. Yəni, stayed keçmiş zamandasa, bu birisi hissəni iz vermək olmaz artıq. Keçmişdirsə, keçmişlə uzlaşdırmaq lazımdır. İndiki olsaydı, indiki ilə uzlaşdırmaq lazımdır. Yəni, mürəkkəb cümlənin tərəfləri bir-biri ilə uzlaşmalıdır. İndiki zamanla indiki, keçmiş zamanla isə keçmiş zaman uzlaşmalıdır. Ümumiyyətlə, indiki zamanla bunlar uzlaşır. İndiki zamanla indiki qeyri-müəyyən, indiki davam edici, indiki bitmiş və gələcək qeyri-müəyyən uzlaşır. Keçmiş zamanla isə keçmiş qeyri-müəyyən, keçmiş davam edici, keçmiş bitmiş və keçmişə nəzərən gələcək zaman formaları uzlaşır. Deməli, birinci öyrənək tamamlıq budaq cümləsi. Yuxarıda qeyd elədiyim kimi tamamlıq budaq cümləsi that, if və when-lə istifadə olunmaqla düzəlir. Tamamlıq budaq cümləsində baş cümlə keçmiş zamandadırsa, budaq cümlə də mütləq keçmiş zamanda olmalıdır. Məsələn, I understood that he had gone. Burada zətdən istifadə eləmişik. Buradan bilirik ki, bu tamamlıq budaq cümləsidir. Və özündən əvvəl understood, yəni keçmiş sadə zaman, özündən sonra isə had gone, yəni keçmiş bitmiş zaman forması istifadə edilibdir. Burada bir istisna vardır. Yəni dedik ki, tamamlıq budaq cümləsində baş cümlə keçmişdirsə, budaq cümlədə mütləq keçmişdə olmalıdır. Amma burada istisnamız vardır. İstisna budur ki, əgər elmi faktlardan istifadə edilibsə, bu zaman indiki sadə zaman yazmaq lazımdır. Çünki biz indiki sadə zamanın işlənməyini öyrənəndə demişdik ki, fakt olan təbiət hadisələrini mütləq indiki sadə zamanda vermək lazımdır. Yəni tamamlıq budaq cümləsində əgər baş cümlə keçmiş zamandadırsa, ola bilsin ki, budaq cümləni indiki zamanda vermək mümkündür. Bu da o halda olur ki, indiki sadə zaman faktları göstərsin. Məsələn, people discovered that light travels faster than sound. İnsanlar kəşf elədilər ki, işıq səsdən daha sürətlə səyahət edir. Daha sürətlidir. Demək, bu elmi bir faktdır. Buna görə özündən əvvəl, yəni zətdən əvvəl discovered, keçmiş sadə zaman gəlsə belə, özündən sonra, yəni budaq cümlə hissəsində indiki sadə istisna olaraq istifadə edilə bilər. Qalan bütün hallarda, əgər elmi faktlardan söhbət getmirsə, yerdə qalan bütün hallarda, əgər baş cümlə keçmişdədirsə, mütləq budaq cümlədə keçmiş zamanda istifadə edilməlidir. Gələk tamamlıq budaq cümləsində indiki zamanın işlənməyinə. Əgər baş cümlə indiki zamandadırsa, tamamlıq budaq cümləsindən söhbət gedir. Yəni, bura şərt və zaman budaq cümlələri aid deyil. Deməli, tamamlıq budaq cümləsində əgər baş cümlə indiki zamandadırsa, budaq cümləni istənilən zamanda
istifadə etmək mümkündür. Məsələn, she knows when they will arrive. Burada when işlənibdir, tamamlıq budaq cümləsidir. O bilir, onlar nə vaxt gələcək. O, onların nə vaxt gələcəyini bilir. Nə vaxt kimi deyildiyində when bu zaman olur tamamlıq budaq cümləsi. Və özündən əvvəl knows, yəni indiki sadə zaman işlənib, amma özündən sonra gələcək zaman istifadə edilə bilir. Eləcə də özündən əvvəl indiki sadə, özündən sonra isə keçmiş sadə zaman forması istifadə edilə bilir. Yenə deyirəm, bu sadəcə olaraq tamamlıq budaq cümləsi üçün keçərlidir. Deməli, tamamlıq budaq cümləsində normalda baş cümlə keçmişdirsə, budaq cümlə də keçmiş olur. Amma tamamlıq budaq cümləsində baş cümlə indiki zamanda olarsa, budaq cümləni istənilən zamanda vermək mümkündür. Deməli, şərt və zaman budaq cümlələrində bu sözlərdən hər hansı biri işlənir. Yəni if, when, while, as soon as, till, until, after, before kimi sözlər istifadə olunur. Burada qarışıqdır. Həm şərtə aid var if, həm də ki zaman budaq cümlələrinə aid var. Bu zaman uzlaşma belədir. İndiki ilə indiki uzlaşır, keçmiş ilə isə keçmiş uzlaşır. Yəni indiki ilə indiki deyəndə buradakıları nəzərdə tuturam. Keçmiş ilə keçmiş deyəndə buradakıları. Yəni keçmiş ilə keçmişə nəzərən gələcəkdə uzlaşar. İndiki ilə gələcək qeyri-müəyyən zaman forması da uzlaşır. Hansı halda şərt və zaman budaq cümlələrində. Məsəl üçün, before the baby sleeps, she cries a little. Deməli, burada before işlənibdir cümlənin əvvəlində. Özündən sonra sleeps, yəni indiki sadə, yenə özündən sonra indiki sadə. İndiki və indiki bir-biri ilə uzlaşıbdır. Bu bağlayıcılardan sonra üstə gəlinsin, gələcək zaman olmaz. Yanlış anlamayın, yəni bu bağlayıcılar olduğu cümlədə gələcək zaman olar, problem yoxdur. Sadəcə olaraq bu bağlayıcılardan sonra gələcək sadə zaman yazmaq mümkün deyil. Ümumiyyətlə, gələcək zaman yazmaq mümkün deyil. Məsələn, until they fix the car, we will stay here. Burada until var və cümlədə gələcək zaman var. Sadəcə olaraq will until-dən sonra işlənə bilməz. Məsəl üçün, until we will stay demək olmaz. Yuxarıda qeyd elədiyim kimi if və when bir qədər fərqlidir. If həm şərt budaq, həm də ki tamamlıq budaq cümləsində işlənir. When də həmçinin həm zaman budaq cümləsində, həm də ki tamamlıq budaq cümləsində işlənir. Və hansı budaq cümləsində işlənməyindən asılı olaraq və tərcümədən də təbii ki asılı olaraq özlərindən sonra shall will işlənə də bilər, işlənməyə də bilər. Yəni yuxarıda qeyd elədim ki, şərt budaq cümləsində if olsa, özündən sonra gələcək zaman gəlmir. Amma əgər if tamamlıq budaq cümləsində işlənibsə, özündən sonra shall will olar. İndi baxaq mənalarına. Məsələn, if əgər bizim dilimizə ki deyə tərcümə edilirsə, shall will gələ bilər. Yox, əgər biz if-i əgər kimi tərcümə ediriksə, bu zaman shall will olmaz. Eləcə də when nə vaxt kimi tərcümə eləyiriksə, shall will olar. Əgər when-i anda, əndə kimi tərcümə eləyiriksə, özündən sonra shall will ola bilməz. Baxaq, deməli birinci if-i öyrənək. Əgər if, əgər kimi tərcümə edilirsə, dedik ki, shall will olmaz. Məsələn, Helen will call you if she comes earlier. Helen sənə zəng eləyəcək, əgər o daha erkən gəlsə. Deməli, burada if-i əgər kimi tərcümə elədiyimiz üçün if-dən sonra birbaşa will istifadə eləmək olmaz. Amma əgər biz if-i ki deyə tərcümə eləyiriksə, özündən sonra shall will olar, çünki bu zaman tamamlıq budaq cümləsidir. Və tamamlıq budaq cümləsində demişdik ki, baş cümlə indiki zamandadırsa, budaq cümləni istənilən zamana yazmaq mümkündür. If Aileen asks if he will attend at the party. Aileen soruşur ki, o şənlikdə iştirak eləyəcək. Yəni burada ki deyə tərcümə elədiyimiz üçün özündən sonra will və ya shall istifadə edilə bilər. Eləcə də when həm zaman budaq, həm də ki tamamlıq budaq cümlələrində işlənə bilir. Əgər when anda, əndə kimi tərcümə edilirsə, özündən sonra shall və will olmaz. Məsələn, Helen will call you when she comes. Helen gələndə sənə zəng eləyəcək. Burada əndə deyə tərcümə elədiyim üçün when-dən sonra gələcək olmaz. Yəni when she will come demək olmaz. Amma əgər mən when-i nə vaxt kimi tərcümə eləyə bilirəmsə, özündən sonra shall will istifadə edilə bilər. Məsəl üçün, Susan asks when he will attend at the party. Susan soruşur ki, o nə vaxt partidə iştirak eləyəcək, şənlikdə iştirak eləyəcək. Nə vaxt kimi tərcümə elədiyim üçün özündən sonra will və ya shall də istifadə edilə bilər.
Bu bağlayıcılar, yəni yuxarıda yazdığım if, till, until, after, before, when və as soon as bunların hamısı həm cümlənin ortasında, həm də ki cümlənin əvvəlində istifadə edilə bilər. Bu zaman uzlaşma belədir. Bunlar cümlənin tutalım ki ortasında olanda gələcək sadə ilə indiki sadə zaman forması uzlaşır. Keçmişə nəzərən gələcək sadə ilə keçmiş sadə zaman forması uzlaşır. Eləcə də indiki sadə ilə indiki sadə zaman forması bir-biri ilə uzlaşır. Bunlar cümlənin əvvəlində olsa, özlərindən sonra indiki sadə və gələcək sadə uzlaşır. Cümlənin əvvəlində olanda keçmiş sadə, daha sonra keçmişə nəzərən gələcək sadə uzlaşır. Eləcə də indiki və indiki sadə zaman formaları bir-biri ilə uzlaşır. Məsələn, I will call you as soon as I get home. Evə çatan kimi sənə zəng eləyəcəm. Bu zaman as soon as cümlənin ortasında işlənib, özündən əvvəl will call, yəni gələcək, özündən sonra isə get, yəni indiki sadə zaman forması işlənibdir. As soon as-dən sonra yenə də deyim ki, özündən sonra will gələ bilməz birbaşa. Özündən əvvəl işlənər, amma özündən sonra işlənə bilməz. As soon as I get home, I will call you. Burada da as soon as cümlənin əvvəlində istifadə olunubdur. Özündən sonra birinci indiki sadə, daha sonra isə gələcək sadə zaman forması işlənibdir. As soon as bizim dilimizdə kimi deyə tərcümə olunur. Cümlənin həm əvvəlində, həm də ki cümlənin ortasında işlənə bilir. Cümlənin əvvəlində olsa, budaq cümlə birinci cümlədir. Cümlənin ortasında olsa, budaq cümlə ikinci cümlədir. Məsələn, burada birinci cümləmizə baxaq. I will call you as soon as I get home. Burada cümlənin ortasında olubdur. Demək ki, budaq cümlə ikinci tərəfdir. Yəni I get home olacaqdır budaq cümlə. Eləcə də as soon as cümlənin əvvəlində olsa, birinci tərəf, yenə I get home olacaqdır budaq cümlə. Budaq cümlədə qəti olaraq will və shall olmaz. Yəni budaq cümlələr hansılardır? Həmişə as soon as-dən sonrakı hissə budaq cümlə olur. Burada da bu birisi tərəfdədir. Özündən sonrakı hissə budaqdır. Və özündən sonrakı hissədə qəti olaraq will və shall olmaz. Eləcə də have, has və had istifadə edilə bilməz. Eləcə də if, əgər kimi bizim dilimizə tərcümə olunur. If də cümlənin həm əvvəli, həm də ki ortasında işlənir. Əgər cümlənin əvvəlindədirsə, budaq cümlə birincidir. Cümlənin ortasındadırsa, budaq cümlə ikincidir. Yəni yenə də həmişə if-dən sonrakı cümlə budaq cümlə olaraq hesab olunur. Və özündən sonra yenə qəti olaraq will və shall istifadə edilməz. Heç vaxt cümlədə have, has, had istifadə edilməz. İndiki ilə indiki, keçmişlə də keçmiş formada uzlaşır. Əgər if olan cümlədə ola bilər ki, tomorrow, next week, next month kimi gələcək zamanın zaman zərfliyi olsun. Biz bu zaman zərfliklərinə qəti olaraq aldanmırıq. Yəni gördük tomorrow-yu, o həmin cümləyə götürüb will yazmaq olmaz. Yaxşımı? Deməli, ola bilsin ki, if olan cümlədə gələcək zamanın zaman zərfliyi işlənsin. Sadəcə olaraq həmin cümləni mütləq indiki sadə zamanda vermək lazımdır. Məsələn, if it snows tomorrow. Burada deməli tomorrow işlənibdir, amma bu hissəni gələcəkdə vermək olmaz. Mütləq indiki sadədə vermək lazımdır. Digər hissəni əlbəttə ki, gələcək sadə zamanda vermək mümkündür. Till və until isə bizim dilimizə qədər və dək kimi tərcümə edilir və bu sözlər cümlənin yalnızca ortasında işlənir, bu bağlayıcılar. Budaq cümlədə yenə will və shall olmaz. Yəni till və until-dən sonrakı hissədə will və shall istifadə edilməz. Eləcə də cümlədə have, has və had-dən istifadə edilməz. Yenə də indiki ilə indiki və keçmiş ilə keçmiş zaman uzlaşır. Məsələn, I waited until they finished the game. Burada until istifadə edilib. Özündən əvvəl waited, yəni keçmiş sadə, yenə keçmiş sadədirsə, yenidən keçmişlə uzlaşmalıdır. Finished yenə keçmiş sadə zaman bir-biri ilə uzlaşıbdır. Cümlədə when olanda uzlaşma bu formada olur. Əgər cümlədə when vardısa, gələcək sadə zamanla indiki sadə zaman uzlaşır. Keçmişə nəzərən gələcəklə keçmiş sadə uzlaşır. Keçmiş sadə ilə və ya keçmiş davam edici ilə yenə keçmiş sadə uzlaşır. Eləcə də keçmiş bitmiş ilə yenə keçmiş sadə zaman formaları uzlaşır. Məsələn, they will leave when the rain stops.
Deməli, burada when işlənib, özündən əvvəl will leave, yəni gələcək sayda işlənib, özündən sonra isə stops, yəni indiki sayda işlənibdir. Eləcə də he felt nervous when the exam began. Deməli, burada when işlənib, özündən əvvəl felt, yəni keçmiş sayda, yəni özündən sonra keçmiş sayda ilə keçmiş sayda bir-biri ilə uzlaşıbdır. Eləcə də, məsələn, I had finished my work when he called. Burada when işlənib, özündən əvvəl had finished, yəni keçmiş bitmiş zaman forması, özündən sonra isə keçmiş sadə zaman forması uzlaşıbdır. When isə bizim dilimizə anda, əndə kimi tərcümə edilir. When də cümlənin həm əvvəli, həm də ki cümlənin ortasında işlənə bilər. Yenə cümlənin əvvəlində gələndə budaq cümlə birinci olur, cümlənin ortasında gələndə budaq cümlə ikinci cümlə hesab olunur. Eləcə də budaq cümlədən sonra, yəni when-dən sonra gələn cümlədə qəti olaraq will və shall yazmaq olmaz, have və has yazmaq olmaz. Baş cümlədə isə will-də yazmaq olar, shall-də, would-da, had-də yazmaq olar. Deməli, budaq cümlədə bunları yazmaq olmur, amma baş cümlədə bu sözləri yazmaq mümkündür. Elə yuxarıda da görürük, I had finished my work when he called. Deməli, burada when-dən əvvəlki cümlə baş cümlə hesab olunur, when-dən sonraki cümlə budaq cümlə hesab olunur. Özündən əvvəl had istifadə edilə bilər, özündən əvvəl will istifadə edilə bilər, amma özündən sonra, yəni when-dən sonraki cümlədə will, had kimi sözlərdən istifadə edilmir. After olan cümlədə uzlaşmalara baxaq. Deməli, əgər cümlədə after işlənibsə, həmin cümlədə gələcək sayda, indiki sayda zamandan uzlaşır, keçmişə nəzərən gələcək zaman, keçmiş sayda zamandan uzlaşır, eləcə də keçmiş sayda, keçmiş bitmiş zaman forması ilə uzlaşır. Məsələn, I will rest after I finish my work. Burada after işlənibdir. Özündən əvvəl will rest, yəni gələcək zaman, özündən sonra finish, yəni indiki sayda zaman uzlaşıbdır. He said he would help us after we arrived. Burada yenə after, özündən əvvəl would help, yəni keçmişə nəzərən gələcək zaman, özündən sonra arrived, yəni keçmiş sayda zaman bir-biri ilə uzlaşıbdır. Eləcə də they left after they had eaten dinner. Deməli, burada after işlənibdir yenə, özündən əvvəl keçmiş sayda, özündən sonra isə keçmiş bitmiş zaman forması uzlaşıbdır. Qeyd edim ki, after bu bağlayıcılar içərisində yeganə afterdır ki, özündən sonra had istifadə edilə bilir. Yerdə qalan bütün bağlayıcılardan əgər işlənirsə, uyğun olaraq bağlayıcılardan əvvəl had istifadə edilir. Yeganə afterdır ki, afterdan sonra keçmiş bitmiş gəlir, afterdan əvvəl keçmiş sadə zaman forması gəlir. After isə bizim dilimizə sonra kimi tərcümə edilir. After cümlənin həm əvvəli, həm də ki cümlənin ortasında işlənə bilər. Yenə digərlərinə aid olan qaydalar after'a da aiddir. Əgər cümlənin əvvəlində gəlibsə, budaq cümlə birinci cümlədir. Cümlənin ortasında gəlsə, budaq cümlə ikinci cümlə hesab olunur. Yenə budaq cümlədə will və shall olmaz. Yenə də after'dan sonra birbaşa will və shall istifadə etmək olmaz və heç vaxt həmin cümlədə have və has olmaz. Cümlədə will, shall, would istifadə edilə bilər. Sadəcə olaraq will də, shall də, would da mütləq baş cümlədə istifadə edilməlidir. Yəni, after'dan əvvəlki cümlədə istifadə olmalıdır. After'dan sonraki cümlədə istifadə edilə bilməz, əgər after cümlənin ortasında işlənibsə. After üstə gəlsin had olar. Bayaq da qeyd elədim. Bu bağlayıcılar içərisində yeganə after bağlayıcısıdır ki, özündən sonra had istifadə edilə bilər. Deməli, before-un işlənməyində isə uzlaşma bu formadadır. Gələcək sayda ilə indiki sayda zaman uzlaşır. Keçmişə nəzərən gələcək zamanla keçmiş sayda uzlaşır. Yenə də keçmiş bitmiş zamanla keçmiş sayda zaman forması uzlaşır. Bayaq after'da fikir verdinizsə, birinci tərəfə keçmiş sayda, ikinci tərəfə keçmiş bitmiş yazmışdıq. Deməli, çünki after yeganə bağlayıcı idi ki, təkrar deyirəm, özündən sonra keçmiş bitmiş zaman forması işlənə bilir. Gəl nümunələrə baxaq. I will eat before I go to work. Burada before özündən əvvəl will eat, yəni gələcək sayda, özündən sonra go, yəni indiki sayda zaman işlənibdir. Eləcə də I knew I would leave before the meeting started. Yenə burada before özündən əvvəl would leave, yəni keçmişə nəzərən gələcək zaman, özündən sonra isə started, yəni keçmiş sayda zaman forması işlənibdir. Eləcə də I had eaten before we arrived. Yenə before özündən əvvəl had eaten, yəni keçmiş bitmiş, özündən sonra isə keçmiş sayda zaman forması işlənibdir. After olsaydı bir qədər fərqli
əkli olacaqdı. Deməli, after olsaydı birinci arrived gələcəkdi, daha sonra isə had eaten istifadə ediləcəkdi. Before isə bizim dilimizə əvvəl kimi tərcümə olunur. Yenə before həm cümlənin əvvəli, həm də cümlənin ortasında istifadə edilə bilər. Cümlənin əvvəlində gələndə budaq cümlə yenə birinci olur, cümlənin ortasında gələndə budaq cümlə yenə ikinci olur. Budaq cümlədə, yəni before'dan sonra gələn ilk cümlədə will və shall istifadə edilə bilməz. Ümumiyyətlə cümlədə olar, amma budaq cümlədə olmaz. Heç vaxt have və has yazmaq olmaz, amma baş cümlədə will, shall, would və haddən istifadə eləmək mümkündür. Eləcə də burada, məsəl üçün, baş cümlə I will etdi, burada will istifadə eləmişik. Eləcə də digər cümlədə woulddan, o biri cümlədə isə haddən istifadə eləmişik. Yəni will, would, had istifadə edilə bilər. Sadəcə olaraq bunlar baş cümlədə istifadə edilə bilər. Budaq cümlədə istifadə edilə bilməz. By the time-da isə iki zaman bir-biri ilə uzlaşır. Birincisi gələcək sadə zaman yenə indiki sadə zamandan uzlaşır. Eləcə də keçmiş bitmiş zaman keçmiş sadə zamandan uzlaşır. Məsələn, I had finished my homework by the time he came home. Deməli, burada by the time işlənibdir cümlənin ortasında, amma cümlənin əvvəlində də istifadə edilə bilər. By the time-dan əvvəl birinci had finished, yəni keçmiş bitmiş zaman forması gəlir. Özündən sonra isə came, yəni keçmiş sadə zaman forması gəlir. Əksinə ola bilməz. Özündən əvvəl mütləq keçmiş bitmiş olur. Özündən sonra isə keçmiş sadə zaman forması istifadə edilir. Digər cümlədə isə I will finish the report by the time you arrive. Burada yenə by the time işlənib, özündən əvvəl will finish, yəni gələcək sadə, özündən sonra isə arrive, yəni indiki sadə zaman bir-biri ilə uzlaşıbdır. Yenə by the time-ın mənası nədir? By the time o vaxta qədər kimi bizim dilimizə tərcümə olunur və cümlənin yenə də həm əvvəli, həm də ki ortasında istifadə edilə bilər. Əgər by the time sözü cümlənin əvvəlində gəlibsə, budaq cümlə birincidir. Əgər cümlənin ortasında gəlibsə, budaq cümlə ikincidir. Yenə də budaq cümlədə shall və ya will istifadə etmək olmaz. Heç vaxt have və has istifadə eləmək olmaz. Sadəcə olaraq baş cümlədə will, shall, would və haddən istifadə etmək mümkündür. While işlənəndə isə 3 dənə zaman uzlaşmamız var. While'dan əvvəl keçmiş sadə, keçmiş davam edici ilə uzlaşır. Keçmiş sadə ilə, yəni özü ilə uzlaşır. Eləcə də keçmiş davam edici ilə, yəni özü ilə uzlaşır. Deməli, keçmiş sadə özü ilə uzlaşa bilir, keçmiş davam edici özü ilə uzlaşa bilir və keçmiş sadə keçmiş davam edici zamandan uzlaşır while olanda. Deməli, while bizim dilimizə arkan və ərkən kimi tərcümə olunur və cümlənin yenə də həm əvvəli, həm də ki ortasında istifadə edilə bilir. Eyni qaydalar burada da keçərlidir. Cümlənin əvvəlində gələndə budaq cümlə birinci olur, cümlənin ortasında gəlsə budaq cümlə ikinci olacaqdır. While olan cümlədə heç vaxt have, has və had istifadə edəmirik. Yəni, qısacası bitmiş zamandan istifadə edilmir. Eləcə də həmin cümlədə will, shall, would-dan istifadə etmək olmaz. Baxaq nümunələrə. I dropped my phone while I was running. Deməli, burada while özündən əvvəl keçmiş sadə, keçmiş davam edici ilə uzlaşıbdır. İkinci cümlədə I watched TV while she read a book. Deməli, burada while nə ilə uzlaşıbdır? Özündən əvvəl keçmiş sadə, özündən sonra yenə keçmiş sadə ilə uzlaşıbdır. Since-də isə 2 dənə zaman uzlaşması var. Əgər since istifadə edilibsə, indiki bitmiş, keçmiş sadə zamandan uzlaşır. Eləcə də keçmiş bitmiş, keçmiş sadə zaman forması ilə uzlaşır. Since isə bizim dilimizə bəri kimi tərcümə olunur. Yenə də since cümlənin həm əvvəlində, həm də ki ortasında istifadə oluna bilər. Cümlənin əvvəlində gəlsə, budaq cümlə birinci olur. Cümlənin ortasında gəlsə, budaq cümlə ikinci cümlə olur. Budaq cümlə həmişə past simple-da olmalıdır. Yəni, keçmiş sadədə olmalıdır. Yəni, since-dən sonraki cümlə mütləq keçmiş sadədə olmalıdır. Baş cümlə isə həmişə have, has və ya haddən istifadə edilir. Yəni, bu üçündən hər hansı biri baş cümlədə istifadə edilə bilər. Və həmin cümləyə, yəni since olan cümləyə heç vaxt will, shall və ya would-dan istifadə eləmək olmaz. Məsələn, I have lived here since I was a child. Burada since-dən istifadə edilib. Özündən əvvəl have lived, yəni indiki bitmiş, özündən sonra isə was, yəni keçmiş sadə zaman forması istifadə edilibdir.
Eləcə də I had felt better since I took the medicine. Yenə burada since özündən əvvəl keçmiş bitmiş, özündən sonra isə took, yəni keçmiş sadə zamandan istifadə edilibdir. Yenə since-dən sonrakı cümlə budaq cümlə hesab olunur və budaq cümlədə mütləq keçmiş sadə zaman formalarından istifadə edilməlidir. Baş cümlədə isə ya have və ya has yazırıq, ya da ki haddən istifadə edirik. Və buna diqqət etmək lazımdır ki, ola bilsin ki, cümlədə bir dənə mürəkkəb cümlədə bir neçə dənə zaman zərfliyi verilibdir. Həmin zaman zərfliklərinə uyğun olaraq biz zamanları yazmalıyıq. Məsələn, he didn't speak English last year, but he speaks it now. Burada 2 dənə zaman zərfliyi var. Bunlardan biri last year, digəri isə now-dur. Feilləri biz bunlara uyğun olaraq seçirik. Yəni, last year keçmiş sadə olduğuna görə feili keçmiş sadədə seçmək lazımdır. Eləcə də now indiki zamanın zaman zərfliyi olduğuna görə feili indiki sadə zamanda seçmək lazımdır. Və cümlədə istifadə olunan yesterday sözünə mütləq diqqət etmək lazımdır. Deməli, əgər yesterday cümlədə tək özü istifadə olunsa, demək ki, bu cümlə keçmiş sadə zamandadır. Ya kökündən dəyişib ikinci formaya saldığımız feili yazırıq, ya da ki, ed qəbul eləmiş. Yox, əgər cümlədə at that time yesterday sözü olsa, demək ki, bu keçmiş davam edici zaman formasındadır. Was were üstə gəlinsin participle one düsturunu tətbiq edirik. Yox, əgər by yesterday olsa, keçmiş bitmiş zamandadır. Had üstə gəlinsin participle to düsturu ilə cavabı seçirik. Yox, əgər since yesterday olsa, demək ki, bu indiki bitmiş zamandadır və have və ya has üstə gəlinsin participle to düsturundan istifadə edirik. Cümlədə every, next, last və this sözlərinə zaman bildirən sözlər qoşulur və müxtəlif zamanlarda istifadə edilir. Məsələn, every day, every week, every year kimi sözlər olsa, demək ki, indiki sadə zaman formasıdır. Yox, əgər next day, next week, next year olsa, demək ki, gələcək sadədir. Last day, last week, last year olsa, demək ki, keçmiş sadə zaman formasıdır. Eləcə də this day, this week, this year olsa, demək ki, indiki bitmiş zaman formasıdır. By sözünüsü işlənir 2 dənə zamanla. Bir, keçmiş bitmiş zamanla işlənir. Bir də ki, gələcək bitmiş zamanla. Yəni, cümlədə əgər by-a görürsünüzsə, by-dan sonra hər hansı bir zaman mənalı bir söz işlənibsə, bilmək lazımdır ki, burada ya indiki bitmiş yazmaq lazımdır, ya da ki, gələcək bitmiş. Bəs necə seçəcəyik ki, bura indiki gələcək bitmiş yazım, yoxsa keçmiş bitmiş zaman formasını yazım? Bunun da üsulu çox asandır. Əgər by-dan sonra işlənən söz keçmişlə əlaqəli bir sözdürsə, keçmiş mənalı bir sözdürsə, bu zaman keçmiş bitmiş yazırıq. Yox, əgər by-dan sonra gələn söz gələcəklə əlaqəli sözdürsə, bu zaman gələcək bitmiş zaman formasını yazırıq. Qeyd edeyim ki, keçmiş bitmiş had üstə gəlinsin participle to, gələcək bitmiş isə will have üstə gəlinsin participle to düsturu ilə düzəlir. Əgər, deməli, by-dan sonra keçmişlə əlaqəli söz olsa, keçmiş bitmiş yazırıq. Məsələn, by 1999, 1999-cu ilə qədər. Deməli, burada nə olubdur? Keçmiş bitmiş zaman formasıdır. Çünki 1999 keçmiş zamanı göstərir. Amma gələcək illər olsa, məsələn, by 2055 olsa, bu da gələcək zamanı göstərir. Eləcə də by yesterday dünənə qədər deməkdir. Dünən keçmişi bildirir. Ona görə keçmiş bitmiş yazırıq. By tomorrow olsa, yəni gələcəyi bildirir səhərə qədər. Bu da olacaqdır gələcək bitmiş zaman forması. Eləcə də söz önlərindən in, on və at bu üçü işlənir qeyri-müəyyən zamanların hamısında. Yəni indiki qeyri-müəyyən, keçmiş və gələcək qeyri-müəyyən zaman formalarında istifadə edilir. Məsələn, she travels in summer. Yenə cümlədə in istifadə olunubdur. Cümlə travels, yəni indiki sadə zamandadır. Eləcə də she traveled in summer. Yenə in istifadə olunubdur. Bu səfər cümlə traveled, yəni keçmiş sadə zaman formasındadır. Deməli in, on və at olanda cümlədə qeyri-müəyyən zamanlardan istifadə edilir. By olanda yuxarıda qeyd elədiyim kimi ya keçmiş bitmiş zaman formasından istifadə edirik, ya da ki, gələcək bitmiş. Məsələn, he had gone by last week. Burada by üstə gəlinsin last week, yəni keçmiş mənalı söz olduğuna görə had gone, yəni keçmiş bitmiş zaman forması istifadə edilibdir. Əgər cümlədə since-dən istifadə edilsə, həmin cümlədə indiki bitmiş zaman olmalıdır. Məsələn, I have called her since morning. Burada since morning işlənibdir. Demək ki, indiki bitmiş, yəni have called
called və ya has called kimi istifadə etmək lazımdır. Və cümlədə olan zaman bildirən həmin sözlərə sual verərkən müxtəlif sual sözlərindən istifadə edilir. How often, how long ago və ya how long kimi sual sözlərindən istifadə edilir. Əgər cümlədə every day, rarely, seldom, twice a week, once a year kimi sözlər vardısa, sual verərkən how often ilə sual vermək lazımdır. Yox, əgər cümlədə 5 years ago, last year, last month kimi sözlər vardısa, how long ago ilə sual vermək lazımdır. Əgər cümlədə since-lə olan since July, since August, for a year və s. bunlar vardısa, bu zaman how long ilə sual vermək lazımdır. Və cümlədə keçmiş və indiki zaman forması eyni olan feillərə diqqət etmək lazımdır. Bu feillər cost, put, cut bu feillər aiddir və bu zaman nəyə fikir vermək lazımdır? Tutam ki, əgər cümlədə keçmiş sadə zamanın bir zaman zərfliyi işlənibdir. Həmin cümlədə tutam ki, cut sözünü yazanda üçüncü şəxsin təkində sonuna SES yazmamaq lazımdır. Çünki artıq keçmiş sadə zamanda feilin sonuna SES yazmaq olmaz. Və dialoq formada olan sual cümlələri bir-biri ilə uzlaşmalıdır. Yəni, əgər dialoq formasında olan sual cümləsində sual indiki davam edicidirsə, cavab da indiki davam edici zamanda olmalıdır. Məsələn, what is Tom doing? Burada sual veriləndə is və doing, yəni indiki davam edici zamanla sual veribdir. Cavabda yenə indiki davam edici ilə cavab vermək lazımdır. Məsələn, he is watching TV. İndiki ilə indiki, keçmiş ilə isə keçmiş formasında cavab veririk. Sadəcə olaraq ola bilsin ki, sual cümləsi indiki bitmiş zamandadır. Bu zaman cavab verəndə keçmiş sadə ilə cavab vermək olar. Məsələn, have you ever been to London? Sən heç vaxt Londonda olmusan, nə vaxtsa və bu zaman yes, I was in London last week. Yəni, burada cavab verərkən was-la cavab vermişik, yəni keçmiş sadə zamanla cavab vermişik. Deməli, unless olanda, unless isə bilirik ki, şərt cümlələrində işlənir və bizim dilimizə olmasa, əgər deyilsə kimi tərcümə olunacaq. Unless nədir? Unless if-in inkar formasıdır. Yəni, unless bərabərdir if nota, əgər deyilsə. Və unless olan cümlədə başqa bir inkarlıq olmaz. Yəni, unless olan hissədə olmaz. Bunu nəzərdə tuturam. Nə demək istəyirəm? I won't go unless it stops raining. Əgər unless-dən əvvəlki cümləmiz nə cümləsi sayılır? Baş cümlə sayılır. Baş cümlə inkarda ola bilər. Burada problem yoxdur. Unless-dən sonraki cümləmiz, yəni budaq cümləmiz qəti olaraq inkarda ola bilməz. Çünki unless özü inkarlıq bildirir. Ona görə də unless olan budaq cümləsində başqa bir inkarlıq istifadə edilmir. Başqa bir inkarlıq istifadə edilmir. Və unless bizim dilimizə əgər deyilsə kimi tərcümə olunacaqdır. Unless cümlənin həm əvvəli, həm də ki cümlənin ortasında istifadə edilə bilər. Əgər unless cümlənin əvvəlində gəlibsə, yenə də budaq cümlə birinci olur. Cümlənin ortasında gəlsə, budaq cümlə ikinci olacaqdır. Yenə də budaq cümləyə will və shall yazmaq olmaz. Heç vaxt cümləyə have, has, eləcə də had yazmaq olmaz. Başqa bir inkarlıq da qəti olaraq olmaz. Amma qeyd elədiyim kimi, budaq cümlədə başqa bir inkarlıq olmaz. Amma baş cümlədə ola bilər. Yəni, unless it won't stop desəm və yaxud da ki, unless it doesn't stop desəm, bu səhv sayılacaq. Çünki unless-dən sonra olan hissəni qəti olaraq inkarda istifadə eləmirik. Bir də ki, biz yuxarıda qeyd elədik ki, zaman və şərt budaq cümlələrində have və has-dən istifadə edilmir. Bunu deyəndə biz indiki bitmiş zamanda olan have və has-i nəzərdə tuturuq. Yəni, have, has üstə gəlsin participle to düsturunu nəzərdə tuturuq. Amma bilirik ki, have, has həm də ki, əsas feil kimi işlənir. Yəni, birləşmələrin tərkibində işlənir. Əgər have və has birləşmələrin tərkibində işlənibsə, həmin cümlədə deməli şərt və zaman budaq cümlələrində istifadə edilə bilər. Deməli, have, has üstə gəlsin participle to düsturu vardısa, həmin düsturda olan cümləni qəti olaraq şərt və zaman budaq cümlələrinə yazmırıq. Amma əgər birləşmələrin tərkibindədirsə, bu zaman əsas feil sayılır və əsas feil sayılanda indiki sadə zaman olduğuna görə birləşmələrin tərkibində zaman və şərt budaq cümlələrində istifadə edilə bilir.